qadının üstündə həmişə nəzarət güclü olmalıdır. Nə məndən alimlər inciməsinlər, nə məndən pedaqoqlar inciməsinlər, nə məndən evdar qadınlar inciməsinlər. Qadının həmişə üstündə zəhm olmalıdır. Kəskin baxış olmalıdır. Mən yumruqdan danışmıram. Arxalarında bir qaya olmalıdır. Sənin emblemindir. Bu sənin həyat yoldaşındır. Bu sənin başının tacıdır, bu sənin kişinin. Evdə elə bir ev yoxdur ki, orada elə hər şey nədir, belə bantikla düşməyib ki. İnsan da bir-birinə bunun uyuşması var, öyrəşməsi var. Fikrin daxilində çox maraqlı bir paradoks formalaşır. Bir tərəfdən sevgi insanların bir-biri ilə hörmətlə əlaqələndirilir, amma bir tərəfdən cümlənin əvvəlində burada bir söz işlədilir ki, qadının üzərində mütləq hökm olmalıdır. Mütləq onu kimsə nəzarət etməlidir. Nəyə görə qadınlara bu qədər nəzarət etməyə istəyi var? Nəyə görə mütləq qadın ayrı bir şəxsiyyət olaraq öz sərhədləri, dəyərləri, həyat tərzi olan, öz düşüncə tərzi olan, öz bir insan olaraq nəyə görə onun üzərində hökm olmalıdır? Nəyə görə sırf kişi qadının üzərində kontrol mexanizmi qazanmalıdır? Nəyə baxsaq, biz əslində görəcəyik ki, əslində ən güclü nəzarətə ehtiyacı olan insanlar öz egolarını idarə edə bilməyən, öz instinktlərini idarə edə bilməyən insanlardır. Hansı ki, bu cinsiyyət və gendera baxmır. Və biz əgər sağlam sevgi haqqında danışırıqsa, insanların bir-birinə sağlam hörmət haqqında danışırıqsa, burada artıq eyni dərəcəli münasibət rol oynaması daha sağlam bir yanaşmadır. Əgər bir qadının, bir kişinin hökmünə, nəzarətinə ehtiyacı varsa, burada artıq valideyn-övlad münasibətindən gedir söhbət. Burada artıq biz kişini ata roluna qoyuruq, qadını isə uşaq, balaca qız roluna oynayırıq ki, o hər hansı bir qərarları özü sərbəst verə bilməsin. O hər hansı bir qərarı verməmişdən əvvəl mütləq kimdənsə icazə alsın. Və sağlam hörmət bu deməkdir ki, mən sənə fərdi şəxs olaraq, azad bir şəxs olaraq yanaşıram. Səni olduğu kimi qəbul edirəm. Səni nəzarət etməyə, manipulyasiya etməyə, səni hökmranlıq etməyə mən çalışmıram. Güvən olmayan bir münasibətdə də sağlam sevgi formalaşmır. Münasibətdə davamlı şəkildə bizdə təşviş yaradacaq fikirlər səslənir. Davamlı şəkildə kimsə kontrol etmək istəyirik. Qəzəb və təşviş sanki bir-birinə mix olunmuş bir formada bizi idarə edir. Və bu cür emosional vəziyyətdə, biz öz egomuzu idarə edə bilməyəcəyimiz vəziyyətdə biz sağlam sevgi münasibətləri haqqında danışa bilmərik.